Deməli belə Ford Fusion 1.5 motor. 3000 kilometr bundan qabaq korobkasının yağını dəyişib, filtrlə bircə. Prosta dəyişən adam korobkaya dəqiq fikir verməyib deyən, prosta açıb yağın filtrini, içərisini yuyub yağın filtrini dəyişib, yığıb ablasın maşın təhvil verir. Korobkanı sökəndə bubliki kəsdirməsəz belə, indi usta işləyirik də, hər an özünə görə staj var. Korobkadan anlayışı var. Birinci növbədə bubliki kəsdirməsin, belə onu yoxlamaq lazımdır ki, bublikin içərisində yeyinti bir problem varsa, onu təmir eləmək lazımdır. Ablasını yığıb üstünə qoymaq olmaz. Tökülən yağın vəziyyəti, yəni dediyim kimi 5000 getməyib maşın. Korobkanın içərisinin struşkasına baxın. Belə. Bu da təzə filtrin vəziyyəti. Mağnitin üstünü. Bütün struşkanın, korobkanın içərisi. İndi tökülən yağda rasvada getdi, təzə filtrdə rasvada getdi. Korobkanın içərisi də tam olaraq sökülüb, yuyulub, bublikdə yığılıb, ablasla korobka yığılacaq maşın üstünə.